10 il bundan qabaq və yaxud da elə yaxın 5 ili götürək. Cinayət işi məhkəməyə hansı qaydada gəlirdisə, hakimlərin əksəriyyəti ittiham aktını olduğu kimi hökmə köçürürdü. Yəni cümlə. Hətta biz bəzən görürdük ki, məsəl üçün, ittiham aktında olan texniki səhvlər, müstəntiqin buraxdığı texniki səhvlər Keçirdi. olduğu kimi hökmdə də göstərilib. Bu onu göstərir ki, hakim özünə əziyyət vermədən ittiham aktını flaşkarda götürürdü və onu hökmə köçürürdü. Bilməyərəkdən o texniki səhvlər də gedirdi orada. Bəzən gördün ki, adamın ad familiyası səhv gedib. Bundan xəbər verirdi ki, bu olduğu kimi köçürüb. Amma son məhkəmə qərarını oxuyanda görürəm ki, artıq yanaşma fərqlidir. Artıq ittiham aktında olduğu kimi yazılmır. Artıq hakimlərin konkret işə mövqeyi var. Bəzən görürsən ki, bir sübut digərini təkzib eləyir. Hakim buna qiymət verməlidir. İşdə həm bəraət verici sübut var, həm ittiham edici sübut var. Əgər sən ittiham hökmü çıxardırsansa, bəraət verici sübutu inkar edən dəlilləri göstərməlisən. Mən niyə bəraət vermirəm və bu sübutu qəbul eləmirəm, bəraət verici sübutu? Siz onun üstündən keçə bilməzsiniz.